آن پرچم علی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Fəslin 4-cü mövzeyindeydik. Dedik ki, əgərsə qabaqda 2 dənə cümlə gələndən sonra ardınca bir cümlə gəlibsə və onların hər ikisinə ətf oluna bilər. Amma əgər vav qoysaq, elə bilər ki, onlardan ətf oluna bilər. Yəni, birinə səhihdir, birinə batildir. Əgər ətf olunsa, elə bilər ki, hər ikisinə səhihdir. Yəni, səhih olmayan yerdə ətf olmaq ehtimalı ola bilər. Ona görə də gərək fəsl olunsun. Yəni, vav qoyulmasın ki, mənaya xələl gətirməsin. Şeirdə dayanmışdır. Şeirdə daha rahat aydın olacaq. Və mimma vərədə min hazəl qabil qavluhu. Hansısa şairin sözüdür. Deyir ki, və təzunnu səlma ennəni əbği biha bədəla. Əraha fi'd-dalali təhimu. Şair deyir ki, Səlma qızın adıdır. Səlma bu cür düşünür, bu cür güman edir, zənn edir ki, ennəni əbği biha bədələn. Əbği yəni uridu. Bəğa yəbği yəni əradə yuridu. Həqiqətən mən istəyirəm ki, onu dəyişən başqa bir arvadla, başqa bir sevgili ilə. Mən bir nöqtə deyim ki, Allah hifz eləsin, Şeyx Nəbil Həlbavi Suriyada bizə öyrətmişdi. Deyir ki, iki şey ki, biri digərini dəyişiləcək, filan şeyi alıb, filan şeyi verəcəksən yerinə, təbdildir, bədəl, əvəz. Əvəz olunacaq şeylərdə ərəblər gedənin başına bağ qoyarlar, gələnin yox. Ta ki, məsələn, deyir, bu telefonu verirəm, kompüteri alıram, nə bilim, bu konfeti verirəm, qənd alıram. Nəyi verəcəksən əldən gedəcəksə, onun başına bağ gətirərlər. Ta ki, məsələn, deyirəm ki, bəddəltu bihatifi əl-kompüter. Dərhal ərəb başa düşür ki, mümkün ərəb dilinin incəliyini bilməyən olsa başa düşməyəcək. Görəsən ki, telefonu verib kompüteri alıb, ya kompüteri verib telefon alıb. O ərəb dilinin incəliyini bilən və düz işlədibsə, düz başa düşsün ki, dərhal başa düşsün ki, nəyin başına bir hərfi cərrin gətiribsə, o əldən gedəndir. Gələn deyil, gedənin başına bir gətirərlər. Burada həmən şeydən istifadə edir. Deyir ki, və təzunnu səlma ennəni əbği biha bədələn. Səlma bu cür zənn edir ki, mən istəyirəm ki, onu verəm, əldən getsin, bədələn əvəzinə başqa arvad alam, başqa bir dənə sevgili tapam özümə. Bu cür zənn edir. Əraha fi'd-dalali təhimu. Mənsə onu görürəm ki, azğın fikirlər içində heyrətdə qalıb. Dalal yəni azğın fikirlər. Təhimdə yəni gic başını itirib qalıb. Mən onu nə qədər sevirəm, mən onu nə qədər bağlıyam, o isə elə bilir ki, mən onu əldən verib başqa bir sevgili tapacam özümə, başqa bir arvad tapacam özümə. Bu şairin sözüdür. Şeirin bu cür qurub. Yaxşı, bunun bəlağın nöqtəsi arasındadır. Deyir ki, bədələn sözündən sonra, daha doğrusu belə deyir də, və təzunnu səlma birinci cümlə. Ennəni əbği biha bədələn ikinci cümlə. Əraha fi'd-dalali təhimu üçüncü cümlə. 3 dənə cümlə gəlib. Əraha cümləsindən qabaq vav qoysaydı, belə desəydi, və təzunnu səlma ennəni əbği biha bədələn və əraha fi'd-dalali təhimu. Vavla ətf eləsəydi, bağlaysaydı, belə başa düşülərdi ki, onda və əraha cümləsi özündən qabaqçıların davamıdır. Onda nə olacaqdı mənası? Mənası bu cür olacaqdı ki, Səlma elə bilir ki, mən onu dəyişib başqa sevgili almaq istəyirəm. Çünki mən onu azğınlıqda görürəm. Belə başa düşəcəkdir. Amma şair onu demək istəmir. Şair deyir ki, Səlma elə bilir ki, mən onu dəyişib başqa sevgili tapmaq istəyirəm özümə. Mən onun düşüncələrində axmaq görürəm ki, bu nə düşünür? Mən səni dünyalar qədər sevirəm. Mən səni dəyişərəm. Mən səni düşünürəm, sən nə düşünürsən? Vav qoysa tamamilə şeirin mənasından çıxardacaqdır. Bu qədər incədir yəni.
فإن بين أراها وتظن مناسبة ظاهرة. Deyir ki, əraha cümləsi ilə başlayan cümlə ilə təzunnu cümlə, təzunnu səlma cümləsi arasında bir münasibət vardır. Lakin turikəl atf. Şair ətfi həzf edib, yəni bədəldən sonra əradan qabaq vav qoymayıb. Niyə görə? Li'əlla yutəvəhhəmə, yəni yətəvəhhəməl sami' ənnə cümlətə əraha cümləsi mə'tufətun əla cümləti əbği, ta ki o eşidən bu cür fikirləşməsin, vəhm eləməsin ki, əraha cümləsi əbği cümləsinə ətf olunur. İstəyir ki, onu bilməsin. Fətəkunul cümləl əxirə min məznunat-i səlma. Əgər vav qoysaydı onda o və əraha cümləsi Səlmanın zənn elədiyi şeylər olardı. Səlmanın nə olardı? Gümanlarından biri olardı. Mə'ənnə zəlikə leysə bi murad. Amma hansı ki, şairin məqsədi bu deyildi. Şair başqa şey düşündü. Ona görə əgər bir dənə və qoysaydı orada bütün mənanı xarab eləyərdi. 5-ci mövzu. El-mevzu'l xamis en yekune beynel cümleteyn şibhu kemalil ittisal. 2 dənə cümlənin arasında demək, kəmalul ittisala bənzər bir şey vardı. Dedi, kəmalul ittisala deməkdir ki, həm cümlə quruluşu baxımından, yəni biri ismiyə cümlədir, biri feiliyə cümlədir, yox da ki, biri xəbəriyyə cümlədir, biri inşaiyə cümlədir, nədir, tam şəkildə birbirine bağlılıq olsun. Burada deyək, kəmalul ittisal vardı. Yəni, xəbər və inşalıq baxımından vardı bəzi oxşar, amma tam deyil, şibhdir, bənzərdir. Necə? Bi-ən təkunəl cümlə thaniyə, belə ki, ikinci cümlə cavabən ən sualin iqtadatul cümləl ula. İkinci cümlə birinci cümlədən doğan bir sualın cavabıdır ki, o sual özü gizdindədir. Gəlmir, qəşəng misallar çəkəcək Qurandan. Demək, 2 dənə cümlə gəlib yan-yana. İkinci cümlə birinci cümləni eşidən insanın zehnində yaranan sualın cavabını verir. Sual yoxdur özü. Birinci cümlədən bir sual doğur ki, gizdində də o sual. Həmən o gizdində olan sualın cavabını ikinci cümlə verir sanki. Bi-ən təkunəl cümlə thaniyə cavabən, cavab olur ikinci cümlə. Ən sualin iqtadatul cümləl ula, birinci cümlə onu iqtiza eləmişdi. Fətənzilul ula, fətunəzzəlul ula mənzilətə sual. Onda birinci cümlə sual yerində sanki qərar verilir. Li-iş'ariha bih, çünki o sualı o ifadə edir, sanki ona işarə eləmişdi. Birinci cümlə sualı bizə çatdırdığı üçün, sual yoxdur orada, amma sualı bizim beynimizə atdığı üçün sanki elə bil sual yerində qərar verilib, o da onun ikinci, onun cavabıdır, ona görə şibhül ittisal yaranır. Fətufsalu thaniyə ənha, ona görə də ikinci cümlə ilə birinci cümlə arasında fasilə olur, yəni vəsl olunmur, ətf olunmur, fəsl olunur. Kəma yufsalul cavab anis sualil muhaqqaq. Necə ki, cümlədə görünən sualdan sonra və deməzlər. Deyirəm ki, atan evə gəldi, deyir, bəli. Demir və bəli. Sualı görür, cavabını birbaşa deyil. Necə ki, muhaqqaq, yəni görünən sualın cavabının başına vav gətirməzlər. Bu da ki, sual görünməsə də artıq birinci cümlə sanki onu göstərir. Ona görə vavın orada yeri yoxdur. Və yüsəmməl fəsl lizalikə istinafən. Həmən bu fəslə istinaf deyərlər. Kəma tüsəmməl cümlə thaniyə mustənəfətən. Həmən bu ikinci cümləyə də mustənəfə cümləsi deyərlər. Hada. Vəl istinaf əla sələsəti adrub. İstinafın da ki, 3 forması vardır. Birincisi, ən yəkunə sualu əlləzi iqtadathul cümlətul ulə sualən ən səbəbil hukmil am. Belə ki, o sual ki var, birinci cümlə iqtiza eləməylə birinci cümlədən doğan o sual ki vardı, elə bir sualdır ki, ən səbəbil hükmil am, ümumi bir hökmün səbəbindən, hökmün ümumi səbəbindən soruşur. Kə qavlihi, məsələn, qalə li keyfə əntə, qultu alilu, mənə belə dedi, mənə dedi ki, necəsən, keyfin necədir, halın necədir, keyfə əntə, sən necəsən? Qultu alilu, dedim, xəstəyəm, ölürəm. Səhərun daimun və huznun tavilu. Səhərə qədər oyaq qalmaq və uzun uzadı kədərlər. Diqqət elə, bir nəfər gəlib, məsələn, dostun görür. Fərz elə, dostu indi oğlunu itiribdi, sevgilisini itirib, kimi itirib, əlindən bir şey çıxıbdı. Dostu gəlir, dostunun qapısından, onu görür, indi haradasa, deyir, keyfə əntə, necəsən, vəziyyətin necədir? Deyir, ölürəm, xəstəyəm.
Elə. Bu sual xəstəyəm sənə ki, səni xəstələndirən nə olub sənə? Nədən xəstələnmirsən bu günə qalmısan? Elədir? Nədən bu günə qalmısan? Nədir xəstəliyin? Nə səbəbdəndir sualı gizlindədir. Dalda gələn cümlə, arxada gələn cümlə onu izah eləyir. Səhərə qədər gecəni oyaq qalıram və bu amansız, yəni tükənib bitməyən kədər mənim evimi yıxıbdı. Bunu demək istəyir. Sanki o sual, elə birinci cümlədə sualını verir. Sual vermədi. Amma sanki o deyəndə ki, ölürəm, deyəcək, nədən ölürsən? Nə olub sənə ölürsən? Niyə görə bu gündəsən? Dalıcan deyir ki, səhərə qədər oyaq qalmaq və uzun uzadı kədərgən məni bu günə qoyubdu. Qalə li keyfə əntə, mənə dedi, sən necəsən? Qultu əlilu, dedim, xəstəyəm. Səhərun daimun, sanki o sual verdi ki, nəyə görə bu günə qalmısan? Deyirəm, səhərun daimun, gecə səhərə qədər oyaq qalıram və hüznun tavilu və uzun uzadı kədərgən. Kəənnəl müxatabə ləmma səmiə ənəhu əlil. Sanki onun müxatəbi qarşısında duran, elə ki, eşitdi o xəstədir. Qalə ma səbəbu illətik. Sənin xəstəliyin, bu günə düşməyin səbəbi nədir, illəti nədir? Fəəcabəhu səhərun daimun və hüznun tavil. Gecə səhərə qədər oyaq qalmaq və uzun uzadı kədərgəm. Demək, birincisində o gizlində olan sual, ən səbəbil hükmil am. O, hökmün ümumi səbəbini soruşur ki, nədən irəli gəlibdir, onu bildirirdi. İkinci, özür istəyəm yuxarıda, demək, yuxarıda əl-am sözü ki vardı, əl-hükmül am, o əl-am sözü hökmün sifəti, yəni ümumi hökmün, yəni ümumi hökmün səbəbi. Gəlib indi aşağıda isə nə deyir? Deyir ki, ən yəkunə sual ənis səbəbil xas lil-hükm. Həmən o sual hökmün xüsusi səbəbindən irəli gələn, xüsusi səbəbini bildirir. Məsələn, nəhvu. Qavluhu Teala. Allah mütəal Quranda Yusuf əleyhissalam dilindən belə buyurur. Və mə uberri'u nəfsi innən nəfsə ləəmmərətun bissu. Özümü paça çıxartmıram, özümü təmiz görmürəm ki, mən heç vaxt günah eləmərəm, belə söz demirəm, təbriyə eləmirəm. Və mə uberri'u nəfsi. İnnən nəfsə ləəmmərətun bissu. Həqiqətən, nəfs insanı pisliklərə əmr eləyir, pisliklərə sürükləyir. Deyir, niyə orada və demədi? Və ma uberri'u nəfsi və innən nəfsə. Niyə və demədi? Deyir, çünki sanki biz Yusuf əleyhissalamdan soruşduq. Nə üçün özünü paçlamaq istəmirsən ki, mən heç vaxt günah eləmərəm demək istəmirsən? Nəfs insanı günaha çəkir. Deyir, bəli, nəfs insanı günaha çəkir, ona görə. Nəfs saran insanı günaha sala bilər. Fəkəənnəhu qil. Elə bil ki, sanki belə deyirik. Həl ənnə səbəbə fi ədəmi təbriyə liənnən nəfsə əmmarətun bissu. Özünü paçlıqda görməməyin səbəbi budur ki, nəfs insanı günaha sürükləyir, günaha vadar eləyir. Fə ucibə innən nəfsə ləəmmarətun bissu. Bəli, həqiqətən də nəfs insanı günahlara çəkir. Və şahid ələ kavnis sual ənis səbəbil xas. Burada deyir ki, şahid ki, deyirik, xüsusi səbəbdən irəli gəlir və təkid üçündür. Niyə? Çünki o sualın öz içində var idi. Niyə görə özü təbriyə eləmirsən? Çünki nəfs günaha çəkir. Onsuz onu demişdik. Həmən o dediyimizi təkid elədiyi üçün ona görə səbəbül xas sayılır. Fə innə sualə mutləqi səbəb la yüəkkəd. Deyir, çünki əgər demək, səbəb mütləq səbəbdirsə, onu təkid eləməzlər. Xüsusi səbəbi təkid edirlər. Və min thəmmə yattadih ənə hədəd dar minəl istinaf yustəhsən fi təvkidul hukm fil cümləl müstənəfə. Buna görə də bu cür cümlələrdə, ikinci müstənəf cümlələrdə, ikinci gələn cümlələrdə gözəldir ki, neynəsin? Təkid olunsun. Ona görə də başına innə gətirib. İnnən nəfsəl əmmarətun bissu. Lima mərrə fi adrubil xəbər. Çünki xəbər cümlələrindən danışanda dedik ki, hansı yerdə təkid gələr, bir də həmən bu moriddir. Min istihsan təvkidil isnad-ı tələbi. İsnad-ı tələbinin təkid olunan yerlərin o müstəhsən yerlərindən biri bu idi ki, əgər ikinci cümlə xüsusi səbəbi təkid edirsə, onların başına innə gətirərlər, ənnə gətirərlər. Cim bəndi. Ən yəkunə sual ən qeyrihima. Burada isə sual nə xüsusi səbəbə görədir, nə ümumi səbəbə görədir, başqa bir şeyləndir. Kəqavli Teala. Fəqalu səlamən, qalə səlam. Onlar, yəni mələklər,
adam formasında gəlirlər Lut əleyhissalamın yanına, ya İbrahim əleyhissalamın yanına. Fəqalu səlamən. Salam olsun. İbrahim əleyhissalam qalə səlam. Qalə səlamən. Salam olsun. Onlar gəlmişlər ki, İbrahimə xəbər versinlər, biz Lutun qovmunu məhv eləməyə gəlmişik. Fəqalu səlamən, qalə səlam. Kəənnəhu qil, elə bil bu cür deyib. Fəmaza qalə İbrahimu fi cəvabi səlamihim. Elə bil soruşuruq ki, o adam formasında gələn mələklərin İbrahimə salam verdiyi zamanında İbrahim əleyhissalamın onlara cavabı nə oldu? Necə cavablandırdı onları? Sanki bu sualı veririk. Allah Müteala da o cavaba verir ki, qalə səlamən. İbrahim əleyhissalam qalə səlamən dedi onlara. Fəmaza qalə İbrahimu fi cəvabi səlamihim fəqilə qalə səlam. Əy həyyahum bi təhiyyətin əhsən. Yəni İbrahim əleyhissalam onları daha gözəl salamla salamladı. Likavniha bil cümləl ismiyyə dallə aləd-davami vəl-istimrar. Çünki İbrahim əleyhissalam deyə bilərdi usəllimu aleykum, səlləmtu aleykum. Feil işlədə bilərdi. Amma səlam cümlə ismiyə düzəltdi. Cümlə ismiyə nə dəlalət edir? Səbata, bir şeyin davamlı olmağına, sabit qalmağına. Ona görə daha keçərli. Ona görə bir-birimizdən qarşılaşan demirik usəllimu aleykum. Feilinə demirik ki, selamun aleykum. Cümlə ismiyə işlədirik. Niyə görə? Çünki cümlə ismiyə davam bildirir. Salamatlığın, sən üçün istədiyim salamatlığın davamlılığını istəyir, sabitliyin istəyir. Likavniha bil cümləl ismiyyə dallə aləd-davami vəl-istimrar. Çünki cümlə ismiyə ilə cavab verdi onlara, bu da davama və istimrara dəlalət edir. Məvazəl vəsl. Bura qədər oxuduqlarımız hamısı fəslin muridləridir, fəsl. Yəni hansı yerdə ki, vav atifədən istifadə eləmirik, birbaşa nöqtə qoyub, yəni təzə cümləni vavsız başlayırıq. İndi keçir vəsildən danışır. Hansı yerdədir ki, cümləyə ətf olunmalıdır və vavla bağlanmalıdır. Əl-mavzi'ul əvvəl ən yekuna lil-cümlətil ula hukmun. Qusidə təşrikut thaniyyəti ma'aha fih. Birinci cümlə üçün bir hökm, ən yekuna lil-cümlətil ula hukmun. Birinci cümlənin bir hökmü var. İstənilib ki, ikinci cümlədə həmən hökmə aid olsun. Kəma fi qavlihi ta'ala. Necə ki, Allah Müteal Quranında belə buyurur. Vallahu yaqbidu və yəbsutu. Vallahu yaqbidu bir cümlədir. Allah Teala qəbz eləyər. Yəni, bir şey tutar, verməz, alar. Yəbsutu açar, məsələn, əlini verər, əta eləyər. Niyə görə? Yaqbidu və yəbsutunun arasına, bu iki cümlənin arasına, hər iki cümlə feiliyyədirlər də, müzari feildir, yəni cümlədir. Öz-özünə söz kimi görsəndə cümlədirlər. Və zəlikə li'annəl cümlə la yekunu laha mahallun minəl i'rab hatta takuna vaqi'atan mawqi'al mufrad. Çünki cümlə o vaxt cümlənin məhəllə zeyrabi olur, cümlənin məhəllə zeyrabi olur ki, müfrədin yerində oturur. Yəni əslində cümlə özü-özlüyündə i'rab götürə bilməz. İ'rabı götürən sözdür, müfrəddir. Deyirəm ki, vallahu qabidun, vallahu basitun. Elədir? Vallahu qabidun nə olur? Vallahu ləfz-i cəlalə mübtəda olur, qabidun onun xəbəri olur. Qabidun nətər i'rab? Deyəcəksən ki, qabidun xəbər mərfu, əlamətu rəf'i dammə zahirə əl-axiri. Bu cür deyəcəksən, i'rab eləyəcəksən. Bəs yaxşı, qabidun götürüb, yəni yaqbidu qoysan nə olur? Yaqbidunu onu oxşadıb i'rab eləyəsən. Gəl belə desən. Desən yaqbidu fe'l muzaridir. Fi məhəlli rəf. Fi məhəlli rəf xəbər. Çünki o birbaşa rəfin götürə bilməz. Müfrədin yerində oturur. Ki cümlə i'rab götürə bilməz. Yalnız o halda ki müfrədin yerində vaqe olsun. Onu i'rabın götürə bilsin. Və izə kənət kəzalik, əgər belə oldusa, kənə ətfu thaniyyəti aleyha cariyən məcrə ətfil müfrəd. Belə olan halda, onda elə bil müfrədi ətf eləmişsən. Necə desən ki, vallahu qabidun və basitun ya basitun və qabidun və vavını ətf eləyəsən, ya onu cümlələrini ətf eləyəsən. Xülasə, yəni birinci mövriddə vəsl o yerdədir ki, iki dənə cümlə gəlib dalbadal, birincinin bir hökmü var. Dedik, burada hökm nə idi, i'rab hökmü nə idi? Xəbər olmaq. İkincinin də onu ətf eləyəsən ki, o hökmdə ondan müştərək olsun. Və izə kənət kəzalik, kənə ətfu thaniyyəti aleyha
Cariyen məcra ətfil müfrəd və təkfi fihil münasibə beynəl mə'tufi vəl mə'tuf əleyh. Burada elə mə'tuf ilə mə'tuf əleyhin bir-birinə münasibəti olmağı bəs eləyir ki, onlar bir-birinə vav vəslən ətf olunsunlar. El-mavzi'u thani, ikinci mورد. Ən yekune beynəl cümlətin kəmalul inqita mə'l iham. Deyir ki, iki cümlənin arasında tamamilə münasibətsizlik vardır. Başqa şeylərdən danışır. Kəmal inqita. Tamam, başqa şeylərdilər. Bir iham vardı, nədir? Bir qaranlıq vardı. Əgər orada o vav qoyulmasa, tamam mənanı xarab eləyər. Necə o bir, məsələn, bəstə deyirdi ki, vav qoyulsaydı xarab eləyəcək. Burada qoyulmasa xarab eləyər. Gərək o vav orada olsun, gəl misalım olacaq. Niyə? Çünki birinci cümlə tamam başqa şeydən danışır, ikinci tamam başqa şeydən danışır. Kə qavlikə la və əyyədəkəllah. La inkar eləyir. Yəni, la yəni leysə kəma təzun məsələn. La inkar eləyir, nəysə demişdi, onu inkar eləyir, deyəcək. Əyyədəkəllah nədir? Allah səni mütəyyid eləsin. Fə innə qavləkə la rəddun li kəlamin sabiq. La o qabaqdakı sözün rəddidir. Kəma ləv qilə. Həlil əmru kəzalik. Deyilənlər düzdür. Filan şey ki deyiblər, o şeylər deyilənlər düzdür. Hadisə belə olub. Fə qilə la. Dedi la. Əy leysə əmru kəzalik. Məsələ belə deyildi. Fəhəzihi cümlətun xəbəriyyə. Bu xəbəri cümlədir. Yəni la, yəni leysə əmru kəzalik. İndi birdən vav qoymasa nə olacaqdı? Olacaqdı la və deməsi deyirsə la əyyədəkəllah. Yəni Allah səni müəyyəd eləməsin, Allah səni müvəffəq eləməsin. Onunsa məqsəd nə idi? La, yəni o eşitdiyin düzdür. Allah səni təyin eləsin. Nə yaxşı sən soruşdun, yoxsa gedib başqa cür başa düşərdin. Əyyədəkəllah dua eləyir onu. Yəni Allah sənin arxanda dursun, Allah sənə dəstək olsun. Amma va qoymasaydı orada olacaq la əyyədəkəllah. Allah səni təyin eləməsin, dəstək olmasın sənə. O vavı qoymasaydı cümlə tamamilə 180 dərəcə dəyişəcəkdi mənası. Fəhəzihi cümlətun xəbəriyyə vəl cümlə ləti bə'dəha inşaiyyə. Dalıcan gələn cümlə isə inşaiyyədir. Əyyədəkəllah mazi feilindən olsa da belə mənası duadır. Fəkânə beynəhumə kəmal el-inqita. Xəbər cümləsinə, inşa cümləsinə dedik ki, kəmal el-inqita vardı. Lakin utifəti thaniyyətu aləl-ula. İkincisi birincisinə ətf olub. Niyə görə? Liənnə tərkəl ətf yuhimu xilafəl murad. Çünki vavın tərk eləmək mütəkəllimin muradın tamamilə xilafın başa salardı. Onun tamam istəmədiyi bir mənanı qarşı tərəfə yönəldərdi. Və huvə dua aləl-müxatab. Yəni o danışanın, mütəkəllimin məqsədi nə idi? Müxatəbinə, qarşına duran şəxsə dua eləməkdir ki, əyyədəkəllah. Allah səni arxanda dursun, dəstək olsun sənə. Mə'ənnəl məqsud əd-dua ləh. Yəni onun məqsədi dua eləməkdir. Amma əgər vavı deməsəydi, onda xilafə vaqi olardı, onda dua əleyh olardı, ələl-müxatəb. Əgər vav deməsəydi, onda qarğışa dönəcəkdi, qarğış olacaqdı. Allah səni təsdiqləməsin, təyid eləməsin, arxanda durmasın. Məqsədi isə nə idi həqiqətdə? Dua eləməkdir, onun xeyrinə dua eləməkdir. Əgər o vav orada qoyulmasaydı, olacaqdı la əyyədəkəllah, yəni Allah səni təyid etməsin. Ta ki, bu qarışıqlıq düşməsin, la cümləsi xəbər cümləsidir, əyyədəkəllah inşa cümləsidir, kəmalul inqita vardır, amma ortalarına vav qoyulmasaydı xilaful murad olacaqdı, ona görə vav qoyuldu ki, mütəkəllimin muradı səhv anlaşılmasın. El-mavzi'u thalith. Ən yekune beynəl cümləteyn ma yusəmə bit-təvəssut beynəl kəmaleyn. Deyir ki, iki cümlənin arasında ət-təvəssut beynəl kəmaleyn adlandırılan bir hal baş verir. İki kəmalın arasındakı bir vəziyyət. Nə deməkdir? Biyən təttəfiqəl cümlətan fil-xəbəriyyə vəl-inşaiyyə. Cümlələr xəbər və inşalıq baxımından eyni şeydirlər. Birinci cümlədə, ikinci cümlədə ya xəbər ya inşadır. Ləfzən və mənən. Əv mənə fəqət, ya həm ləfzdə mənada, yaxud da ki mənada. Və iləykə bə'dul əmsilə, gəlsənə deyib bəzi misallar vurum. Əlazalik. Birincisi, qavlu Teala, innəl əbrarə ləfi nəim. Həqiqətən, əbrarlar, yəni yaxşı insanlar, ləfi nəim. Nə içindədirlər? Neymət içindədirlər. Və innəl fuccarə ləfi cəhim. Və fuccarlar da, günahkarlar da cəhənnəm içindədirlər. Neymət içində yox, cəhənnəm içindədirlər.
Misalun lil xəbəriyyətəyni ləfzan və mə'nən. Bu cümlələr ləfz və məna baxımından xəbər cümlələrinin misalıdır. İnnəl əbrarə ləfi nəimlə xəbər cümləsidir. Xəbər verir ki, Allah Taala qiyamətdə möminləri mükafatlandıracaq və onlara cənnət verəcək. Və innəl fuccarə ləfi cəhim cümləsi də xəbər cümləsidir. Xəbər verir ki, Allah Taala günahkarları cəhənnəmdə yandıracaq. Deməli onda dedi ki, beynəl kəmaleyn yusemma bittevazut beynəl kəmaleyn. İki kemal arasında bir ortak nöqtə tuturlar. Niyə görə tam kemal olmadı? Cümlələr qrammatik baxımdan hər ikisi nədirlər? Xəbər cümlələri. Amma məna baxımından biri möminlərdən danışır, biri kafirlərdən danışır. Ona görə vav qoyulmağı yerinə düşür ki, orada vav olmalıdır. Baxmayaraq ki, cümlələr xəbərli və inşalıq baxımından eynidirlər. B bəndi. Və kulu və şrəbu və la tusrifu. 3 dənə inşa cümləsi gətirib. Yeyin, için, amma israf etməyin. İsraf etməyin. Misalun lil inşaiyyətəyni ləfzən və mə'na. Burada da 2 dənə, daha doğrusu 3 dənə deyək, inşa cümlələri vardı. Kulu, əmri, işrəbu, la tusrifu. Bunlar da inşa cümlələridirlər. Bir-birinə ətf olunublar. Niyə görə tam şəkildə kəmalul ittisalları yoxdur? Çünki kulu və şrəbu əmr cümlələridirlər. La tusrifu isə nəhi cümlələrdir. Sanki onun əksindir. Necə yuxarıda deyir ki, hər ikisi xəbər cümləsi olsa, biri möminlərdən, biri kafirlərdən danışır. Burada da kulu və şrəbu bir işə tərəf yönəlsə də, la tusrifu bir şeydən işdən saxlayır, nəhi eləyir onu. Cim bəndi və qavluhu Teala və izə əxəznə mithəqa bəni İsrailə la ta'budunə illəllah və bil valideyni ihsana. Allah Müteala'nın bu sözündə, bu ayəsində ki, buyurur və iz əxadnə misaqa bəni İsrail. Biz bəni İsraildən əhd aldıq, peyman aldıq. Nədir o əhd peymanımız? La ta'budunə illallah. Allahdan başqasına ibadət etməyəcəksiniz, etməyin. Və bil valideyni ihsana. La ta'budunə illallah və bil valideyni ihsana. La ta'budunə illallah cümləsi xəbər cümləsidir. Diqqət elə. La ta'budunə cümləsi xəbər cümləsidir. Allahdan başqasına ibadət etməyəcəksiniz. Amma və bil valideyni ihsana bu isə əmr cümləsi, inşa cümləsidir. Və əhsinu iləl valideyni ihsanən. Sonra ihsanənlə başa düşürük ki, əvvəldə əhsinu əmri oradan məhzufdur. Cümlə inşaiyyədir, xəbəriyyə deyil. Demək, sonraki cümlə inşa cümləsidir. Qabaqdakı cümlə isə nədir? Xəbər cümləsidir. Amma bu baxımdan ki, bunların hər ikisi məna baxımından bir-birinə çox yaxındırlar. Ona görə deyir ki, ət-təvəssut beynəl kəmaleyn vaqe olubdur. Baxmayaraq ki, cümlələrin biri xəbər, biri inşa cümləsidir. Tənbihan. 2 dənə tənbihimiz var burada. Əl-əvvəl. 2 dənə ya. الأول أشرنا فيما سبق إلى أن المصحح للعطف في بعض المواضع وجود مناسبة وارتباط بين الجملتين. Deyir, ötən dərsdən də artıq, yəni ötən səhifələrdən də bildik ki, ətfi təsih eləyən, bu muğzələrdəki dediyi ətf vardır, olmalıdır və vavla ətf olunmalıdır. Bir münasibət olmalıdır, bir bağlılıq, bir oxşarlıq olmalıdır, münasibət olmalıdır. Və irtibat beynəl cümlətin, 2 cümlənin arasında bir irtibat olmalıdır. Və hazil münasibə əla nəhveyn. Bu münasibətdə 2 cür ola bilər. Birincisi, əl-münasibəl həqiqiyyə, o birisi nə olacaq? Vəl-münasibəl qeyri-həqiqiyyə, əl-münasibəl xəyaliyyə. Demək, bir dəfə o münasibət həqiqi münasibət olur, bir dəfə isə o münasibət məcazi münasibət olur, həqiqi münasibət olmur. Əl-münasibəl həqiqiyyə və tətəhəqqəq fi məvarid. Həqiqi münasibətin də özünün bir neçədən muridi vardır. Yəti inşallah. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.